Dünən 4 Mart yaşadığım yerə dronla vurublar. 2 dənə dron düşüb. Özü də müharibə yerindən də çox uzaqdır. Bu gün də doğulduğum Naxçıvan Respublikası. Arasında da ki 4000 kilometr məsafə var. Mən yaşda olan uşaqların yadına gələr o vaxtı tez-tez top atardılar ermənilər. Elə gecə, gündüz, nə vaxt düşdü qaçıb podvallara sığınardıq. Elə bil alnımıza yazılıb top tüfək səsi ilə yaşamaq. Mən neyniyim ki, ailənin yanında yaşayıyorum. Ev az qalıb yaxınım usta. Sərfat bir yana, deyəsən 3-cü Dünya Müharibəsi qapıdadır. Allah bizim milləti qorusun. Onsuz da bizim millət az müsibətlər görməyib. Bari bundan sonraki müsibətlər bizdən yan keçsin. Kim kimə gəldi atır.